Əgər bugün təcili 50 manatdan 200 manata qədər pul lazımdırsa və banklar sənə kredit vermirsə, bu videonu sonuna qədər izləyin. Çünki indi sizə çox sadə onlayn kredit sistemini izah edəcəm ki, artıq bir çox insan bundan istifadə edir. Hörmətli izləyicilər, bugün sizlərə sürətli və etibarlı kredit xətti haqqında ətraflı məlumat verəcəm. İndiki dövrdə insanların ən çox qarşılaşdığı problemlərdən biri ani pul ehtiyacıdır. Gündəlik xərclər, gözlənilməz ödənişlər və ya qısa müddətli maliyyə sıxıntıları zamanı çox insan banka müraciət edir. Amma bank prosesləri bəzən uzun çəkir, sənədlər çox olur və nəticə gecikə bilir. Məhz buna görə insanlar daha sürətli və rahat alternativ həll yolları axtarırlar. Bu videoda sizə təqdim etdiyim sistem də məhz bu məqsədlə hazırlanmış onlayn kredit xəttidir. Bu sistem xüsusilə kiçik və orta məbləğdə təcili maliyyə dəstəyi ehtiyacı olan insanlar üçün nəzərdə tutulub. Yəni 50 manatdan 200 manata qədər olan kredit limitləri ilə istifadə imkanı təqdim edir. Bu məbləğlər əsasən gündəlik xərclər, təcili ödənişlər və qısa müddətli maliyyə ehtiyacları üçün nəzərdə tutulub. Sistemin əsas üstünlüyü ondan ibarətdir ki, müraciət prosesi tam onlayn şəkildə həyata keçirilir. Siz evdən çıxmadan sadəcə telefon vasitəsilə müraciət edə bilərsiniz. Burada əlavə olaraq uzun və çətin sənəd prosesi yoxdur. Sistem daha çox avtomatik analiz üzərində işləyir və müraciət edən şəxsin məlumatları qısa zamanda yoxlanılır. Əsas şərtlər isə çox sadədir. Birinci şərt odur ki, müraciət edən şəxsin adına aktiv və ciddi gecikmədə olan kredit öhdəliyi olmamalıdır. Çünki sistem risk analizini bu məlumatlara əsasən aparır. İkinci məqam isə odur ki, bəzi hallarda rəsmi iş yeri mütləq şərt deyil. Yəni, fərqli gəlir mənbəyi olan və ya sabit iş yeri olmayan insanlar da müraciət edə bilər. Burada heç bir ilkin depozit və ya qabaqcadan ödəniş tələb olunmur. Müraciət tam sərbəstdir və prosesin başlanması üçün əlavə xərc yoxdur. Uyğunluq yoxlanıldıqdan sonra qısa müddət ərzində sizə kredit limiti təyin olunur. Bu limit 50 manatdan başlayaraq 200 manata qədər dəyişə bilər. Hər bir istifadəçiyə fərdi yanaşma edilir və limit onun uyğunluğuna görə müəyyən olunur. Təsdiq alındıqdan sonra həmin limitdən dərhal istifadə etmək mümkündür. Bu sistemin əsas məqsədi insanlara sürətli, rahat və əlçatan maliyyə dəstəyi verməkdir. Uzun bank növbələri, sənəd yığımı və vaxt itkisi olmadan daha çevik bir həll təqdim edir. Amma burada vacib bir məqam da var. Hər bir maliyyə məhsulunda olduğu kimi, burada da məsuliyyətli istifadə çox önəmlidir. Götürülən məbləğin vaxtında qaytarılması gələcək limitlərin artırılmasına kömək edir. Əgər siz də bu sistem haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, kanala abunə olun. Növbəti videoda sizə addım-addım necə qeydiyyatdan keçmək, necə müraciət etmək və sistemdən necə istifadə etməyi tam şəkildə göstərəcəm. Həmçinin gələcək videolarda daha yüksək limit almağın yollarını da izah edəcəm.